Salamlar. Videomuza baxan hər kəsi salamlayıram. Bu dərsimizin mövzusu 7-ci sinifdən müxtəsər vurma düsturlarıdır. 7 əsas düsturu qeyd eləmişəm. Digər düsturlar isə onlardan alınan nəticələrdir ki, bunlar da bizə çalışmaların həllində lazım olur. Bu düsturların hər birinin, 7 əsas düsturun hər birinin 7-ci sinif dərsliyində isbatı var. Yəni, dərslikdən baxıb tanış ola bilərsiniz. Bu videomuzda onlara yer ayırmayacaq. Sadəcə düsturlar, onların çalışmalarda tətbiqinə baxacaq. İlk olaraq birinci düsturdan başlayaraq, iki ifadənin cəminin kvadratı və ya iki ədlinin cəminin kvadratı da deyə bilərik. Birinci həddin kvadratı üzərinə gəl hər iki həddin hasilinin 2 misli, üzərinə gəl ikinci həddin kvadratı. Bu düsturun tətbiqinə aid bir nümunəyə baxaq. Düsturu tətbiq etsək, olacaq birinci həddin kvadratı, yəni 2a-nın kvadratı üzərinə gəl 2 düstura görə vurulsun. Birinci həddimiz 2a, vurulsun ikinci həddimiz 3, üzərinə gəl ikinci həddin kvadratı. Sadələşdirmə aparsaq alarıq 4a-nın kvadratı, üzərinə gəl 12a, üzərinə gəl 9. Bu şəkildə üç ədli almış oluruq. İndi ola bilər üç ədli verilər, onu iki ədlinin kvadratı şəklində yazmaq tələb olunur. Məsələn, verilmiş üç ədlini iki ədlinin kvadratı olarsa, A1 hədlisini tapın. A1 hədlisini tapmaq üçün bu üç ədlini iki ədlinin kvadratına gətirmək tələb olunur. C kvadratı elə C-nin kvadratı olacaq. Üzərinə gəl. 6B kvadratı C. Bizdə müxtəsər vurma düsturunda 2AB-nin yerində dayanır. Ona görə onu parçalayaraq yazaram. 2 vurulsun. C, nəyə görə C yazdım? Çünki C kvadratı C-nin kvadratı olub. Vurulsun 3B kvadratı. Bu hasil bizə onsuz da 6B kvadratı C1 hədlisini verir. Üzərinə gəl. Bunu yazmaqdan məqsədim A-nın yerində dayanan bir hədlini tapmaqdır. Düstura görə A-nın yerində dayanan bir hədli 3B kvadratının kvadratı olacaq. Bərabərdir. Nəticədə biz nə almış olduq? C kvadratı üzərinə gəl. Yenə 6B kvadratı C üzərinə gəl. 9, B-nin üstü 4 və A-nın yerində dayanan bir hədlimiz 9B üstü 4 bir hədlisidir. Bu ifadənin özü isə bərabərdir. C üzərinə gəl 3B kvadratının kvadratı. Başqa bir nümunəyə baxaq. X plus Y bərabərdir 8. X kvadratı plus Y kvadratı bərabərdir 40. Olarsa, XY hasilini tapın. Bayaq yuxarıda qeyd elədiyim kimi əlavə düsturlardan da istifadə edib tapa bilərik və yaxud da bizə verilən bu bərabərliyin hər iki tərəfini kvadrata yüksəltməklə də tapa bilərik. Əgər hər iki tərəfi kvadrata yüksəltsək, alarıq düstura görə açıram. X kvadratı üzərinə gəl 2xy plus y kvadratı bərabərdir 64. Bizə verilən digər bərabərlikdən də istifadə edirik. X kvadrat plus y kvadratı cəminin yerinə 40 yazsaq. Buradan taparıq ki, bizim
x, y-imiz bərabərdir 12. Yəni 2x, y 24, oradan x, y 12-yə bərabər olmuş olar. Və yaxud da yuxarıda qeyd elədiyim düsturun tətbiqinə dayansaq, x kvadratı plus y kvadratı bərabərdir x plus y-in kvadratı çıxılsın 2x, y qeyd etmişik. Bu da bərabər olar. X plus y-imiz 8-dir, olar 8-in kvadratı çıxılsın 2x, y bərabərdir. X kvadratı plus y kvadratı bərabərliyi 40 verilib. Buradan da taparıq ki 2x, y bərabərdir. 64 çıxılsın 40, 24. Yenə x, y bərabərdir. 12 bərabərliyini almış oluruq. Birinci düsturla bağlı məncə yetərlidir. İkinci düsturumuza baxaq. İkinci düsturumuz iki ifadənin fərqinin kvadratı və yaxud da iki ədlinin fərqinin kvadratı da deyə bilərik. Birinci həddimizin kvadratı çıxılsın hər iki bir hədlinin hasilinin 2 misli üzərinə gəl ikinci həddimizin kvadratı. Düstur ümumi şəkli bu şəkildədir. İndi düstura aid nümunələrə baxaq. Məsələn, iki ifadənin fərqinin kvadratını tapaq. Düstura görə açsaq, olacaq birinci bir hədlimiz 3x-in kvadratı çıxılsın hər iki bir hədlinin hasilinin 2 mislini yazacaq. 2 vurulsun birinci bir hədlimiz 3x, vurulsun ikinci bir hədlimiz y, üzərinə gəl ikinci həddin kvadratı bərabərdir. Sadələşdirsək, 3x-in kvadratı bizə verəcək 9x kvadratını, çıxılsın bu bir hədlimiz olacaq 6xy, üzərinə gəl y kvadratı. Bu şəkildə üç ədli almış olduq. Ola bilər hər hansı üç ədli verə bilər, ifadə verə bilər və onun ən kiçik qiymətini tapın. Burada da yenə həmin üç ədlini biz iki ədlinin kvadratına mütləq gətirməliyik. Məsələn, bu ifadənin ən kiçik qiymətini tapın. Tapmaq üçün gəlin əvvəlcə onu iki ədlinin kvadratına gətirək. 4x kvadratı 2x bir ədlisinin kvadratıdır. Çıxılsın. 12x'i parçalayaram. 2 vurulsun 2x. Bu bizə verir 4x. 4x'i nəyə vurmalıyıq ki 12x alaq? Əlbəttə ki 3-ə. Vurulsun 3. Üzərinə gəl. Artıq üçüncü həddimiz olacaq 3-ün kvadratı. Üzərinə gəl. 3-ün kvadratı bizə verdi 9-u. 9-un da üzərinə 11 əlavə etməliyik ki, biz 20-ni alaq. Bərabərdir. Buradan bura qədər bu üç ədli bizə verir 2x çıxılsın 3 ifadəsinin fərqinin kvadratını, üzərinə gəl 11. Artıq bundan sonra ən kiçik qiyməti tapa bilərik. Kvadratın ən kiçik qiyməti 0 olduğundan bu ifadənin ən kiçik qiyməti 0 olar. Və verilmiş üç ədlinin də ən kiçik qiyməti bərabər olar 11-ə. İndi növbəti düsturun tətbiqinə baxaq. Üçüncü düsturumuz. İki ifadənin kvadratları fərqi bərabərdir. Həmin ifadələrin bir dəfə cəminin, bir dəfə isə fərqinin hasilinə. İndi bu düsturun tətbiqinə aid nümunəyə baxaq. Əvvəlcə hər bir hədlini hansısa bir hədlinin kvadratı şəklində göstərməliyik. X kvadratı x-in kvadratıdır. 4y üstü 4 2y kvadratının kvadratıdır.
Bundan sonra düsturun tətbiqinə keçə bilərik. Olacaq x üzərinə gəl 2 y-in kvadratı x çıxılsın 2 y-in kvadratı. Bu cürdə saxlayırıq. Bir başqa nümunəyə baxaq. İfadəni vuruqlara ayırın. Bu ifadəni vuruqlara ayırmaq üçün də nə edərik? Yenə bu düsturun tətbiqinə dayanarıq. Baxan kimi görürəm ki, bu üç ədli x plus y-in kvadratıdır. Yəni, iki ifadənin cəminin kvadratıdır. Yerinə yazsaq, 9-u da 3-ün kvadratı kimi göstərə bilərik. Və nə alındı? Kvadratlar fərqi. Düsturu tətbiq edək. Bu şəkildə vuruqlara ayırmış olduq. Növbəti düsturumuz iki ifadənin cəminin kubu. Sayıcı 4-cü düsturumuzdur. Birinci həddin kubu üzərinə gəl 3 vurulsun. Birinci həddin kvadratı ilə ikinci həddin hasili üzərinə gəl 3 vurulsun. Birinci hədd vur ikinci həddin kvadratı üzərinə gəl ikinci həddin kubu. İndi hər hansı bir nümunəyə baxaq. Düsturu tətbiq edək. Birinci ifadənin və ya birinci həddin kubunu yazmalıyıq. 2x-in kubu. Üzərinə gəl 3 vurulsun birinci həddin kvadratı. Vurulsun ikinci həddimiz. Üzərinə gəl 3 vurulsun birinci hədd. Vur ikinci həddin kvadratı. Üzərinə gəl ikinci həddimizin kubu. Sadələşdirmə aparsaq alarıq. 2x-in kubu 2-nin kubu 8-ə bərabərdir. X kubu olduğu kimi qalır. Üzərinə gəl. Olacaq 2-nin kvadratı 4, 4 3-ə 12, 12-ni 5-ə vurduq 60x kvadratı. Üzərinə gəl. 5-in kvadratı 25, 2-yə vurduq 50, 50-ni 3-ə 150 x. Üzərinə gəl. 5-in kubu da 125-ə bərabərdir. Davam edirik növbəti düsturla. Sadəcə 5-ci düsturumuzdur. İki ifadənin fərqinin kubu. Bərabərdir. Birinci həddin və birinci ifadənin kubu çıxılsın. 3 vurulsun. Birinci ifadənin kvadratı vur ikinci ifadə. Üzərinə gəl. 3 vurulsun. Birinci ifadə vur ikinci ifadənin kvadratı. Çıxılsın. İkinci ifadənin kubu. Düsturun ümumi şəkli bu şəkildədir. Tətbiqinə aid bir nümunəyə baxaq. Məsələn, 3b-nin kubu. Düstura görə kuba yüksəltsək bu ifadəni olmalıdır. Birinci ifadənin kubu, yəni 4a-nın kubu. Çıxılsın, 3 vurulsun birinci ifadənin kvadratı. Vurulsun ikinci ifadə. Üzərinə gəl. 3 vurulsun birinci ifadə. Vur ikinci ifadənin kvadratı. Çıxılsın ikinci ifadənin kubu. Sadələşdirmə aparsaq, olacaq 64a-nın kubu. 4-ün kubu 64-dür. Çıxılsın. 144 a kvadratı b. Üzərinə gəl. 108 a b-nin kvadratı. Çıxılsın. 27 b-nin kubu. Davam edirik növbəti düsturla. Sayıcı 6-cı düsturumuz. İki ifadənin kubları cəmi. Bərabərdir. Bu ifadələrin cəmi ilə
onların fərqinin natamam kvadratı hasilinə bərabərdir. Bax, bu ikinci bizim vuruğumuz. Birinci ifadə A və B-nin cəmi, ikinci ifadə isə onların fərqinin natamam kvadratı olacaq. İndi düsturun tətbiqinə aid nümunəyə baxaq. Əvvəlcə verilmiş ifadələri hansısa bir hədlinin kublar şəklində göstərməliyik. 8x kubu 2x-in kubudur. 27 də 3-ün kubudur. Daha sonra düsturun tətbiqinə keçmək daha rahatdır. Yazacağım 2x plus 3 vurulsun 2x-in kvadratı düstura görə çıxılsın. 2x vurulsun 3, üzərinə gəl 3-ün kvadratı. Sadələşdirsək 2x plus 3 vurulsun 4x kvadratı çıxılsın 6x plus 9. Keçək növbəti düstura. 7-ci sonuncu əsas düsturumuzdur. İki ifadənin kublarının fərqi. Bərabərdir bu ifadələrin fərqi ilə onların cəminin natamam kvadratı hasilinə. Düsturun tətbiqinə aid nümunəyə baxaq. Əvvəlcə hər bir həddə hansısa bir hədlinin kubu şəklində göstərək. 8 2-nin kubudur. Düsturun tətbiqinə keçək. İkinci vuruğumuz da olacaq. Üç hədlinin birinci həddimiz olacaq x-in kvadratı. Üzərinə gəl 2x, üzərinə gəlsin 4. Bu da belə. İndi bu düsturların tətbiqinə aid müxtəlif nümunələrə nəzər salaq. Məsələn, ən çox rast gəlinən nümunələrdəndir. İki ifadənin cəmi və onların hasili verilib, kubları cəmi soruşulur. Yuxarıda qeyd etdiyim əlavə düsturlardan da istifadə edə bilərik və yaxud da bizə verilən birinci ifadənin hər iki tərəfini kuba yüksəltməklə də tapa bilərik. Kuba yüksəltsək, əvvəlcə düstura görə açaram. Buradan alınır 3x kvadrat y, 3xy kvadratı plus y kubu bərabərdir 6-nın kubu 216-ya. Bizdən soruşulur x kubu plus y kubu cəmi. Onu olduğu kimi saxlayaram. Buradan 3xy mötərizə xaricinə çıxartsaq, alaram x plus y bərabərdir 216. Verilənləri yerinə yazsaq, x kubu plus y kubu üzərinə gəl 3 vurulsun. X, y-in qiyməti bizə verilib 7. X plus y cəmi 6 bərabərdir 216. Buradan da alarıq ki, x kubu plus y kubu bərabərdir 216 çıxılsın 126 bərabərdir 90. Yəni bu cür də tapa bilərik və yaxud da yuxarıda qeyd elədiyim əlavə düsturlardan da istifadə edib tapa bilərik. Bir başqa nümunəyə baxaq. İfadəsini vuruqlara ayırın. Üçəllidir. Üçədlini vuruqlara ayırmaq tələb olunur. Verilmiş üçədliyə baxanda nə görürük? İkədlinin cəminin natamam kvadratı verilib. Biz bu üçədlini bu şəkildə yaza bilərik.
x üstü 4 üzerine gel 2x kvadratı plus 1 çıxılsın x kvadrat. Niye bu cür yazdım? Çünkü bu üç ədlini mən iki ədlinin kvadratı şəklində yaza bilərəm. Bərabərdir. X üstü 4 x kvadratının kvadratıdır. Bu üç ədlini yaza bilərəm x kvadratı plus 1'in kvadratı kimi çıxılsın x kvadratı. Bundan sonra növbəti addımda artıq biz növbəti müxtəsər olma düsturunu iki ifadənin kvadratları fərqi düsturunu tətbiq etsək, alarıq x kvadratı plus 1 çıxılsın x, x kvadratı plus 1 üzərinə gəl x. Nə etdik? Verilmiş üç ədlini vuruqlara ayırmış oldu. Digər bir nümunəyə nəzər salaq. Verilmiş ifadəni vuruqlara ayırmaq tələb olunur. İfadəyə baxdığım zaman burada nə görürəm? Bu üç ədli x plus 1 bir ədlisinin kvadratıdır. Sadəcə yerlərini dəyişik yazıblar. Yəni yazsam x kvadratı plus 2x plus 1 çıxılsın y kvadratı. Bu üç ədlini yaza bilərəm x plus 1'in kvadratı kimi çıxılsın y kvadratı. Növbəti addımda kvadratlar fərqi düsturunu tətbiq etsək, alaram x plus 1 üzərinə gəlinsin y vur x plus 1 çıxılsın y. Belə. Verilmiş ifadəni vuruqlara ayırmış olduq. İstəyirəm bir neçə nümunəyə də baxaq. Ən çox rast gəlinən nümunələrdəndir. Bu tip nümunələrdə uşaqların ən çox yol verdiyi səhvlərdən biri həmin ədədləri kvadrata və ya kuba yüksəltməkdir. Hansı ki, burada tələb olunur müxtəsər olma düsturlarının tətbiqi. Məxrəci olduğu kimi saxlayıb surətdəki ifadəni iki ifadənin kubları fərqi düsturuna görə açsaq, -41 çıxılsın 5 bizə verir 36'nı. 36'nı elə məxrəcdəki 36 ilə ixtisar aparırıq. Surətdə bizdə qalır nə? 41'in kvadratı üzərinə gəl 41 vurulsun 5 205 üzərinə gəl 5'in kvadratı çıxılsın. Mötərizəni açsaq olacaq 41'in kvadratı. Qarşısındakı işarəyə görə daxilindəki toplananlar işarəsinin əksinə dəyişir. 41'in kvadratları əks toplananlarda islah olunur. 5'in kvadratları da onun kimi bərabər olur 205'e. Bu da belə. Bir başqa nümunəyə də baxaq. İfadəni sadələşdirmək tələb olunur. İfadəyə baxan kimi görsənir ki, bu ifadə iki ifadənin kvadratları fərqidir. Bunu kvadratlardan da görmək mümkündür. Düsturu tətbiq etsək, düsturu aşağıdan qeyd edirəm. Baxın, bu düsturu tətbiq eləyəcəyik biz. Yazarıq. X plus y, burada mənfi müsbətə diqqət etmək lazımdır. Çıxılsın x, üzərinə gəl y vurulsun. X plus y, üzərinə gəl x çıx y. Mötərizə daxilindəki ifadələrdə sadələşdirsək,
X-lar islah getdi. Y cəmi bizə verəcək 2y. Vurulsun. Burada da y-lər islah olundu. Əks toplananlardır. Vurulsun 2x. Bərabər olacaq 4xy. Bu şəkildə çoxlu nümunələrə baxmaq mümkündür. Bunun üçün ilk növbədə düsturları yaxşı bilmək lazımdır ki, onları biz tətbiq etməkdə çətinlik çəkməyək. Növbəti dərslərimizdə görüşənədək.